Salam, dəyərli və əziz Günas TV tamaşaçıları, hər vaxtınız xeyir olsun. Yenə də növbəti bir canlı verilişlə bu axşam sizinlə birlikdəyik. Birazdan verilişimizə Sayın Əhməd bəy də qatılacaq, amma ona qədər mən bəzi söhbətləri sizinlə etmək istərdim. Əvvəl gündəmimizdə olan, yəni bugünkü hansı mövzudan söhbət edəcəyik, onları diqqətinizə çatdırmaq istərdim. Qısa da olmuş olsa, Traktor Tehran Neft kimi oyunu ilə ki, sabahlar oynanacaq onun haqqında. Barış qrupu ki, ilk dəfədir ki, Türk Visionə qatılıblar və müzakirələr ki, bizim gündəmimizdədir. Ərdəbil Bimaristanda, Fatim Bimaristanda qəməkeşlik, Birləşmiş Millətlər Təşkilatının İranla bağlı yeni bir qətnamənin qəbul edilməsi, İran-Azərbaycan arasında kültür yarışları və onun inkişafı, Urm şəhərindən, Urmu şəhərdarısının voleybol timi və təfərrüatlar, video, şüarlar. Nəhayət İranda yol qəzası. Bugün, yəni bu təxminən 7 mövzudur. Əgər imkan olsa biz çalışacağıq ki, hamısının barəsində söhbət eləyək, olmasa yəni növbəti günlərə də qala bilər. İlk olaraq mən Traktor tərəfdarlarının diqqətinə çatdırım. Traktor hal-hazırda 28 xalla birinci yerdədir. İranın ilk, yəni birinci liqasında. Sabahları özünün ən həssas oyunlarından biridir, yəni oynayacaq Tehran Neft ilədir. Ümid edirik ki, yəni İstiqlal və Persepolis oyunu, yəni bu timi bu oyunu kölgə altına aparmasın. O anlamda ki, Traktor tərəfdarları mütləq Tehranda olan, Kərəcdə olan, yaxın yerlərdə olan, Qəzvin, Zəncan da ki, biraz yaxındır. Orada Savə türləri var Tehranın yaxınlığında. Yəni, ətrafda olan, xüsusilə də Tehranda olan bizim həmvətənlərimizin Traktor timini gedib təşviq etməsi çox vacibdir. Cümə günüdür, imkan olacaq, fürsət olacaq. Saat 3-dədir, gün ikinci yarısı. Və adətən bu oyun təxtidə oynanır. Mən çox axtardım ki, bu da İranın mətbuatının o, nə bilim, mənfi mənada şahkarlıqlarından biridir. Həmişə quzarış verəndə və yaxud raport yazanda heç vaxt bir şeyi mükəmməl təkmil ona işarə etmirlər. Harada oynanacaq, hakimləri kimdir, öncədən bunu elan eləyərlər. Ona görə də biz dəqiq mən bilmirəm, hər halda adətən, yəni təxti stadiumunda oynanır. Yəqin ki, orada Tehranda bəlkə çoxlu qəzetlər filanlar var, bizim soydaşlarımız maraqlanıb və yaxud telefon vasitəsilə öyrənə bilərlər ki, bu oyun harada keçiriləcək. Hər halda azadı ki olmaz, buna biz əminik. Çox güman ki, elə təxtidə yəni bu oyun oynanacaq. Ümid edirik, yəni bu qəhrəmanlıq kursu demək olar ki, o atına minib və çapır Traktor, o kursda qalsın, o qəhrəmanlıq kursu, yəni birinci yer. Əgər yəni, bu fəslin birinci hissəsini birinciliklə kapatsa, biz əminik ki, növbəti ikinci fəsildə elə bu ahənglə də davam edəcək. Çünki bir sıra lazım olan oyuncuları da gətirib Ərdəbildən, yəni əslən Ərdəbildən olan Üstəlik Fülad oyuncusu Mehrdad Bayramını da dəvət elədilər artıq, müqavilə bağlayıblar. Hər halda sabah oynamayacağını bilmirik, amma hər halda artıq Traktor oyuncusudur. Bu özü də yaxşı bir xəbərdir. Traktorun forvardlarını daha da mükəmməlləşdirir və Həmudini digər tərəfdən dəvət edib. Yəni bir neçə oyuncular hal-hazırda Traktorun ixtiyarındadır. İbrahimi Üstəlik Fülada getdi. Hər halda İbrahimi hər kəs bilir ki, Traktor üstündə çox zəhmətlər çəkib. Amma indi ideal formada olmadığına görə yəqin ki, timin sərmürəbbisi hesab edib ki, Bayramı daha çox əlverişlidir. Təbii ki, əlbəttə İbrahimi də biz demirik ki, çox mükəmməl bir oyuncudur. Onun da bir sıra problemləri var. O gərək öz üzərində çoxlu çalışsın, onun bədən forması elədir ki, o qıvrılmır, ora-bura qatlanmır. Yəni rahat topları müxtəlif fürsət tələb bir oyuncudur. Fürsətdən istifadə eləyir, özünü göstərir. Yəni, onun işə girdi bundadır. Yəni, belə götürəndə mükəmməl bir oyuncu da deyir. Biraz sürəti var doğruda, amma dedik, futbolda bir şey hər bir şeyi təsbit etmir. Gərək
hər tərəfli oyuncu olasan. Həm məsələn yaxşı qaçasan, həm o bədən ki, elastik formalarına düşür, ona malik olasan, həm taktiki oyuna girişəsən, həm texniki baxımdan yaxşı oyuncu olasan, yəni o manevr vermə imkanların ola və eyni zamanda ən önəmlisi fikri baxımından açıq fikirli olasan. Harada yer tutasan, hansı yerə top verəsən, hansı mövqedə dayanasan, yaranmış fürsətdən necə istifadə edəsən. Yəni futbolda bir çox şərtlər var. O şərtləri mükəmməl icra edənlər təbii ki, daha süper olur, yəni olur ulduz. Ona görə Edin özü də bu günləri yəni tam şəkildə demək olmaz ki, mükəmməl bir oyuncudur. Onun da iradıları var. Amma İran futbolunda, İranda hər halda kifayət edir. Yəni onun işləri, oyun oynarı, xüsusilə də traktorda. Sadəcə biz uğur arzu edirik. Ümid edirik ki, həmvətənlərimiz yalnız buraxmayacaq, tək qoymayacaq. Traktor timini əgər sabahlar 3 xalı alarsa, 21 xalla yəni birinciliyi qoruyub saxlayacaq ki, ümid edirik. Yəni belə də olacaq. Hər halda qarşı timdə timdir. Ona görə təşviqə ehtiyacı var. Əgər gedib təşviq edəcəksinizsə, traktorun deyirlər, həmişə yəni 12-ci oyuncusu tərəfdarına belə bir ad qoyublar. 13-cü oyuncu da onun tərəfdarlarıdır. Hər kəsi dəvət edirik sabahları bu oyuna baxmağa ki, təşviq etsin, traktor ta qələbə qazansın. Bugünkü verilişimizi musiqi ilə başlayaq. Yəni, həm də həmvətənlərimiz üçün bir növ övqatlarını yüksəldə bilək, qaldıra bilək. Biz bilirik, yəni çətinlik var, problem çoxdur. Yaşam tərzi, gündəlik, məişət. Yəni, bu ölkədə, bu məmləkətdə indi demək olmaz. Yəni, elə adam tapmaq olmaz ki, tamam əyar, yəni xoşdur. Yaxşı həyat sürür, sevinir həyatında və s. Yəni, bu şübhəsizdir. Amma yenə də, belə ağır durumda da insan gərək çalışa ki, özünə ən azından belə şən saxlasın, streslərdən uzaq olsun, özünü qorusun. Bu anlamda, o mənada yəni mən bunu istədim ki, həm bu məsələnin siyasi tərəfi də var, həm də eyni zamanda bir musiqidir. Söhbət Barış qrupundan gedir. Barış qrupu ona başçılıq edən, yəni Barış qrupuna başçılıq edən bizim soydaşlarımızdan Məsud Əmir Spehr ki, qrupun başçısıdır və onunla bərabər digər Güney Azərbaycandan olan həmvətənlərimiz, musiqiçilər ilk dəfə olaraq, təəssüflər olsun, yəni İran adına Türk Vision'a qatılırlar. Amma hər halda şeir Şəhriyarındır, musiqi Azərbaycan dilində səslənir, notlar, köklər Azərbaycancadır. Bu önəmlidir, bu mühümdür. Amma düzdür, ad olaraq yəni İran adı ilə iştirak edib. Bu da ki, hər halda bizim taleyimizdir və elə bu acı taleydən qurtarmaq üçün bu qədər danışıqlar, bu qədər proqramlar millətimizə imkanımız qədər, bacardığımız qədər maarifləndirmə, yol göstərmə, yox, bəlkə öz haqqını, hüququnu ona tanıtdırma ki, əgər belə davam eləsə, biz əminik ki, qısa zamanda olmasa da, amma müəyyən bir vaxtda zamanda tamamilə Güney Azərbaycanın öz haqq hüquqlarına malik olar və belə yerlərdə iştirak edəndə də öz adı ilə, yəni Azərbaycan adı ilə iştirak edər. Amma hələlik İran bayrağı ilə, İran adı ilə Kazanda, Rusiyanın Kazan şəhərində keçirilən, yerləşən, yəni o şəhərdə bu Türk Vision icra olunur. Dediyim kimi, Şəhriyarın Heydər Babaya salam şeirini oxuyur Məsud Əmir Spehri və onu müşahidə edən musiqi qrupu yarım finala çıxıb. Yəni, onu da mən bildirim ki, və yarım finalın, yəni bunun da davamı cümə günü olacaq ki, ümid edirik ki, qələbə qazansınlar. Bu Azərbaycan, Güney Azərbaycan yəni tarixində də ilk qələbə ola bilər, dedim. Yəni, İran adına da, amma bizim üçün Güney Azərbaycandır. Çünki şeir də, şair də, xanəndə də, nəvazəndələr də, musiqi, ladlar, notlar, hamısı Azərbaycana, yəni Türk
toplumuna aid, Türk millətinə aiddir. Təəssüflər olsun ki, İran adı ilədir, yenə də deyirəm. Bir çox bizim sərvətlərimiz İran adı ilə, yəni dünyaya tanınıb. Məsələn, gedin Amerikanın özündə də mən özüm də şahid olmuşam, mağazaya da getmişəm. Təbrizin xalçasını Fars xalçası kimi burada satırlar. Fars xalçası kimi burada Amerikanlar gəlir atır. Filmlərdə də, deyəndə də yəni. Amma halbuki Təbrizin, o Təbriz xanımlarının, qadınlarının əlinin zəhməti ilə ərsəyə gələn böyük bir əsərdir. Kiçik işdə deyil. Bunlar o kültür sərvətinin oğurlarıdır. Bunun başqa bir adı ola bilməz. Və bunlar təkcə Azərbaycanın deyil, digər, yəni qeyri-fars millətlərinin də sərvətini, kültürünü, musiqisini oğurlayırlar öz adları ilə. Yəni İran adı ilə, Fars adı ilə ora-bura sırayırlar ki, o da yavaş-yavaş o tabuda qırılır, aradan qaldırılır. Bunlar da öz yerini mütləq tapacaq. Nə yaxşı ki, Quzey Azərbaycan var və Quzey Azərbaycan da yəni öz mövqeyindən istifadə edib, düzgün mövqeyindən istifadə edib Azərbaycan mədəniyyətini, kültürünü öz adına tarixdə səbt etdirir. O cümlədən UNESCO-da biz şahidik ki, nə qədər yəni kültürümüzü orada Azərbaycan adına səbt ediblər ki, artıq bunu oğurlamaq, bunu mənimsəmək imkansız. Buyurun, bərabər Haman Barış qrupunun Məsud Əmir Speyerinin ifasında musiqisinə baxaq ki, yəni Türk Vision'da və yaxud Türk Vizyonda necə çıxış ediblər? Buyurun. Sanat ve müzikle daha yakın olmam için sık sık böyle ortamlarda, müzelerde ve sanatsal yerlerde bulunuyorum. Bambaşka bir hava katıyor. Yönetim üzere eğitim aldım. Üniversiteyi bitirdikten sonra iki bambaşka yol vardı karşımda. Birisi müzik dünyasıydı, birisi iş dünyası. O zamanlar bir kitapla tanış oldum. Paulo Coelho'nun Alhemi kitabıyla tanış oldum. Bence çok değerli bir kitap. Ve bu kitabı okuduktan sonra kararımı verdim. Müzik dünyasını seçtim ve bu yol beni 2014 Türk Vizyon şarkı yarışmasına götürdü. Dünya yalan dünyadır, Süleyman'dan Nuh'dan kalan dünyadır. Oğul doğan derde salan dünyadır, her kimseye her ne verip alındır. Əxlatından bir quru ad qalındır. Heydər baba göylər bütün dumandır, günlərimiz birbirinden yamandır. Birbirimizden ayrılmayın amandır, yaxşılığın elimizden alırlar, yaxşı bizi yaman güne salıblar. Heydər baba yiğit emek yitirmez, ömür geçer efsus bana bitirmez. Mehmet baban ömür başa yetirmez, dünya gez o kadar ölür bitimli, dünya boyu oğulsuzlu yetimli. Heydər baba yolum senden kök oldu, ömrüm geçti gelemedim geç oldu. Hiç bilmedim güzellerin neç oldu, bilmez idim döngeler var dönüm var. İtkinlik var, ayrılık var, ölüm var. Bir uçaydım bu çırpınan yeline, bağlaşaydım dağdan aşan seline, ağlaşaydım uzak düşen eline. Bir göreydim ayrılığı kim saldı, bu dünyada kim kırıldı kim kaldı. Heydər baba şeytan bizi yazdırıp, məhəbbətin rəhleden qazdırıp, qara günün yazısını yazdırıp, salıb xəlqi bir-birinin canına, barışığı
Heydər baba dünya yalan dünyadır. Süleyman Nuh'dan yalan dünyadır. Oğlum babam derde salan dünyadır. Her kimseye her ne verip alıptır. Əxlatından bir quru at qalıptır. Bəli, yarışmalar gördüyünüz kimi Qazan şəhərindədir və eləcə də 2014-cü il Türkvision və yaxud Türkvizyon ki, Məsud Əmir Sperinin ifası idi Şəhriyarın şeirindən, Heydər Babaya salam şeirindən. Bir daha uğurlar arzulayırıq bu soydaşlarımıza. Dedim təəssüflə, yəni bu qanuni olaraq, hüquqi olaraq, yəni İran adı ilə orada iştirak edirlər. Amma hər halda bu əgər qələbə olacaqsa, birincilik əldə edərsə, bu hər hal Azərbaycan adınadır. Bir daha uğurlar arzu edirik oradakı o qrupa, Barış qrupuna və bütün orada olan soydaşlarımıza.